İmam Səccad əleyhissalatu vesselam Səfər ayının birində əsirləri ki gətirdilər və Yezid məlunun huzuruna gətirəndə Yezid çox xoşhal idi, Allahın lənəti olsun ona. Çox sevinirdi, çox xoşhal idi. Və baxdı dedi, ya Ali ibn Hüseyin. Ey Ali ibn Hüseyin, İmam Zeynul Abidin əleyhissalamın adıyla müraciət edir. Gördün Allah Aton Hüseyin'den neynədi? Rivayət budur ki, Kanəl imam məğluban, əl-qolu da imamın bağlıydı. Əl-qolu da bağlıydı. Baxdı dedi, Elhamdülillahillezî qətələ əbak. Həmd olsun Allah'a ki, sənin Aton Hüseyin'i öldürdü Kərbəlada. Yezidin sözü. Həzrət buyurdu, La'netullahi ala men qətələ əbi. Allah'ın lənəti olsun o kəsə ki, atamı öldürdü Kərbəlada. Yezid qəzəbləndi, dedi, mən əmr verirəm bunun boynu vurulsun. Bunun boynu vurulsun, xanımların naləsi qalxdı. Bəşir ibn Nöman adında bir şəxs vardı, Yezidin sarayında xidmət edənlərdən. Şayət qəlbində gizli də olsa, Peyğəmbər xanımanla məhəbbəti vardı. Belə bir söz dedi, Yezid, mən təklif edirəm ki, sən təsəvvür edəsən ki, Peyğəmbər sağ olsaydı, Peyğəmbər nə istəyərdi, nə cür görmək istəyərdi bunları, sən o işi görərsən. Məncə Peyğəmbər öz nəvələrin əl-qolu zəncirdə görmək istəməzdi sənin yanında belə. İmam Səccad əleyhissalatu vesselam da elədir. Mazə'muka bi Rasulillah. Ey Yezid, Peyğəmbər barəsində gümanın nədir? Səncə Peyğəmbər öz uşaqların bu cür görsəydi sənə minnətdarlıq edərdi, xoşal olardı. Bu sözler təsir elədi, ona göstəriş verdi, açın. Bugünləri əzizlərim, Yezid törəmələrindən olan ki, bu Vəhhabiyyət zehniyyətinin də işlətdiyi ayələrdən birini, Yezid bu ayəni işlədi. Mən istədim cavanlarımız elə bu kimi şeyləri bilələr, sabahları düşmən Quran ayəsi ilə hücuma keçəndə onların cavabında belə dedi. Yezid Şura surasının 30. ayesini okudu. Allah Teala buyurur ve ma esabekum min musibetin febima kesebet eydikum ve ya'fu an kesir. Başınıza nə müsibət gəlirsə, sizin öz qazandığınız əlinizlə, öz əməllərinizlə qazandığınızdır. Hələ Allah çoxunu bağışlayır. Bəs sizin də başınıza Kərbəlada nə gəldi? Bu ayəyə görə ki, öz qazandığınızdır. Bugün Vəhhabi bu sözü elə bir sənə mənə deyir. Gələk bunun cavabını verə ya. Belə elə yumruq götürməklə, söyməklə bunu ilə iş görür. Qıraqdan baxan münsif var, üçüncü tərəf var. Baxay görək, analiz edir bunların hansı düzdür. Baxır görür, biri Quran ayəsi oxuyur, amma digəri qalıb belə söyməklə, təhqirlə. Belə iş olmaz. İmam əleyhissalama bunu dedi. Bu ayəni Həzrət buyurdu ki, bu ayə zalimlər barəsində, kafirlər barəsində nazil olan ayət. Allahın neçə cürə bəlası var. Allahın dostlarına məxsus olan bəlası var. Düşmənlərinin bəlası var bir cürə. Düşmənləri üçün bəlalar göndərib. Amma innəllâhe xəssə avliyâhu bi qeyri zən. Allah öz dostlarına da bəlalar məxsus edib günah filan müqabilində deyil. Mükafat müqabilində. Və onun barəsində Quranda neçə dənə ayələr var. İmam Aleyhisselam o ayələri oxudu, cavab verdi. O, Allah rəhmət eləsin, yenə Füzuli, ruhuna salavat zikr edir. Allahümme salli ala Muhammed və ali Muhammed. Aşiqəm deyirsən, bəlayı eşqidən ah eyləmə. Həqiqi Allah aşiqi İmam Hüseyin Aleyhisselamın dilindən. Aşiqəm deyirsən, bəlayı eşqidən ah eyləmə. Ah edib əğyarı əsrarından agah eyləmə. Eşq sultanı, yəni Allah. Eşq sultanı nə fərman etsə göstər inqiyat. İctinab etmə, tənəffül qılma, ikrah eyləmə. Bu Allahın imtihanıdır. Sən bu ayəni ki oxuyursan Yezid, bu zalimlər barəsində, kafirlər barəsində olan bəlalardan Allah Teala söhbət etsin.
Allah Teala Hadid suresinin 22. ayesinde buyurur. Ma esabe bin musibetin fil erd ve la fi enfusikum. Yer üzerinde ne musibetler var ve sizin özünüzle bağlı, canınızla bağlı ne musibetler var. İlla fi kitab. Onlar heç siz yaranmamışdan qabaq lövh-i məhfuzda var idi. Min qabli en nebreha. Sizleri yaratmamışdan qabaq o musibetler, başınıza gelen musibetler lövh-i məhfuzda yazılmıştı. Ve Allah Teala Bəqərə suresinin 155, 156, 157. ayelerinde Allah Teala buyurur. Ve lenebluvennekum bi şey'in minel havfi vel cu'i ve neksin minel enval vel enfus ve semerat. Biz imtihan eləyərik sizi qorxuyla, aclıqla, mal qıtlığıyla, canınızla imtihan eləyərik. Sonra buyurur ki, ve beşşir sabirin, peygamber, müjde vergilen sabr eləyənlərə. İmam Səccad aleyhisselam bu ayəni oxudu ki, Allah buyurur ki, müjde vergilen sabr eləyənlərə. Kimlerdir? Ellezine izâ esâbetun musibə qalu inna lillahi ve inna ileyhi raciun. Onlar ki, onlara musibet baş verəndə onlar deyərlər ki, Allah'ın həqiqətən biz Allah'a məxsusuq və həqiqətən də ona tərəf qaydacaq. Ulaike aleyhim salavatun min rabbihim ve rahmet. Onlar o kəslərdir ki, Allah tərəfindən, Rəbbiləri tərəfindən onlara salavat və rəhmət vardır. Allah onları müjdələyir ki, onlar bəlalara, müsibətlərə səbr edənlərdir. O dediğin ayet zalimlər, kafirlər arasında olandır ki, Yezid məlun qaldı. Əzizlərim, neçə cürə müsibət var. Tamam edirəm söhbət. Neçə cürə müsibət var. Bir var söz yarası. Onu Ağa İmam Hüseyin Aleyhisselatü Vesselam gördü. Dediğimiz mövzu ondan ibarət. Sözlə. Sözlə bak Yezid ayə oxuyur. İmam Zeynel Abidin Aleyhisselam. Bak sözlə İmam Hüseyin Aleyhisselam'a da Kərbəlada Aşura günü yara vurdular. Yara vurdular. Bak biri elə bu idi ki, İmam Aleyhisselam Muharrem ayının ikisi daxil olanda Kərbəlaya göstəriş vermiş ki, xeymələrin arxasında çuxurlar qazansın. Çuxurlar qazansın. Odunla, çöp-çöplə doldurmuşlar. Aşura günü od vurdu ki, xeymələrə arxadan hücum etməsinlər. Odu vuranda Şimr ibn Zülcövşən lənətullah əleyh dedi, ya Hüseyin təəccəltə ilən-nar. Estağfirullah. Ya Hüseyin, tələsdin cəhənnəmə getməyə, cəhənnəm oduna. Qəblə yevmil qiyamə. Baxa, bu Vəhabi təfəkkürü də bu cürə. Onsuz da deyir, cəhənnəm odu gözləyir, tələsdin öz əlimlə od yandırdır. İmam buyurdu ki, güman edirəm bu Şimrin səsidir. Dedilər, bəli. Müslüm ibn Öfsəcən dedi ki, yəbnə Resulillah. Buna bir icazə ver, bir ox vurmaq istədi ki, onu mən cəhənnəmə vasilirim. Həzrət dedi, yox, istəmirəm birinci döyüşü mən başlayayım. Kafir deyirdilər, əstəğfirullah. Əhli kitab deyirdilər, xarici deyirdilər, bu kimi sözlər deyirdilər. Aşura gecəsi hələ izin istədi ki, bu gecəni ki, namaz qılsın, Quran oxusun. Onlardan biri qayıdıb dedi ki, deyin Hüseynə, onsuz da onun namazı qəbul olmaz ki, o niyə namaz qılır? Allah rəhmət eləsin Həbib ibn Muzahir, Həbib ibn Məzahir deyərsin daha. Üz istəyəm, nə cür gəl deyib, o cürə də istəyəm deyib. Dedi ki, ey himar, himar yəni ey uzun qulaq. Allah Peyğəmbər balasının, Fatimə Zəhra salamullah əleyhanın oğlu, İmam Hüseynin namazını qəbul eləməyib, sənin namazını qəbul eləyəcək. Söz deyirsin. Şimir deyir ki, cəhənnəm odundan qabaq, ya Hüseyin, od yandırdın. Bu sözü dedi. Həzrət buyurdu ki, yəbnə raiyyətil me'za üzr istəyirəm, axsaqqallardan üzr istəyirəm, nəzür ki, ey keçi otaran qadının oğlu. İşarə elədi ki, məşhur bir hadisə ki vardı ki, Şimrin anası keçi otarardı, çobanlıq edərdi. Bir məşhur ərəblər arasında bir qəziyyə olub, bir gün çöldə bir çobandan su istəyib, su da veribdir ona. Müəyyən üzr istəyirəm sizdən, müəyyən şərtlərlə su da veribdir, həmin şərtlərdən sonra Şimr dünyaya gəlibdir. Əff eləyəsiniz məni, əff eləyəsiniz. Bu kimi insanlar, əzizlərim, Kərbəlada
3 cürə yara vardı. Söz yarası. İmam Hüseyin Aleyhisselam'a o söz yarasını vururdular düşmənlər. Xaricisən olursa. Bədənə vurulan yara. Ne kadar ox dəymişdi, ne kadar daş dəymişdi. Nizə yarası. Elə ki, Həzrət son anında gəlib oğlu İmam Səccad Aleyhisselatü Vesselam'la xudafisləşəndə deyir ki, qan fəvvara burada. Və izə tənəffəsə, nəfəs çəkəndə o dəliklərdən, oxlar dəyən dəliklərdən qan fışqırırdı. Bədən yarası vardı. Bir də müsibət atifəsi vardı ki, o hansı müsibətdir, bilirsən hansıdır o? Bak qalıbdır İmam Aleyhisselam düşmənlər müqabilində. Tək qalıbdır, yarı ənsarı hamı şəhid olubdur. Balaca qızı gəldi yapışdı atasından dedi. Qorxuram, bu səhrə çox qorxur. Allah bizi xəcalətdə eləməsin, ələlsiz ailə yanında, övlad yanında xəcalətdə eləməsin. Bu böyük müsibətdir. Uşaq dedi ki, ey ata, ruddənə ilə hərəmi cəddinə. Ne olar, bir xahişim var. Kız uşağı da atasından xahiş edir. Bir isteği vardı. Ne olar, babamız peygamberin hərəminə, bizi qaytar da vətənimizə, qaytar evimizə. Ruddənə ilə İmam Aleyhisselatü Vesselam qalıb, uşağı ondan bir şey istəyir, kızı ondan bir şey istəyir. Amma qalıb əsarətlər, düşmənlər arasında. Heç bir söz deyəməyib, hönkür ağlayır. Ələ lənətullah ələl qovmiz zalim. اللهم صل على محمد